2020-ci il 2-ci qəbul 2A. İzahlarına baxaq uşaqlar. Birinci sual. Deməli, A və B vektorları paralel olarsa, M-in hasilini bizdən soruşur. Deməli, bilməliyik ki, əgər iki vektor paraleldirsə, bunları həm də kollinear vektorlar deyilir və kollinear vektorların xassəsi belədir ki, uyğun koordinatların nisbətləri bir-birinə bərabər olmalıdır. Yəni, -6 bölünsün n, 3 bölünsün 1 bərabər olmalıdır. N bölünsün -4-ə. Birinci və ikinci kəsirləri bərabər edib çarpaz vursaq, 3n bərabərdir -6. Buradan n tapılır -2. N-i tapdıq. Daha sonra ikinci kəsirlə üçüncü kəsiri bərabər edib çarpaz vursaq, n bərabər olacaq -12. Məsələnin şərtində də bizdən m-in hasilini soruşur. n vur n bərabərdir. -12 vurulsun -2, cavabımız olacaq 24. Bir də cavab oldu B variantı. İkinci sual. n faktorial bölünsün m üstəgəl 1 faktorial bərabərdir 5-də 1 tənliyini həll edin. Deməli, bilirik ki, bütün böyük faktorialların içərisində kiçik faktoriallar var. Müəyyənləşdirmiş olsaq, görərik ki, m üstəgəl 1 faktorial n faktorialdan daha böyükdür. Ona görə kiçik faktorial saxlayıram. Böyük faktorialı isə, yəni m üstəgəl 1 faktorialı isə n faktoriala görə açıram. Onda yazma olar m üstəgəl 1 vurulsun n faktorial bərabərdir 5-də 1. Daha sonra n faktoriallar gedir. Çarpaz vurmuş olsaq, m üstəgəl 1 bərabərdir 5. M-i tapmış oluruq 4. Bizdən də n-i soruşurdu. Cavabımız oldu 4. İkinci sualda cavab D variantı. Üçüncü sual. AB parçası üzərində nöqtə, onu birinin uzunluğu, digərinin uzunluğunun 26%-ni təşkil edən iki hissəyə bölür. Alınan parçaların uzunluqları fərqi 74 olarsa, AB-ni tapın. Deməli, bir dənə AB parçası çəkək. Bu AB parçasının üzərində bir dənə S nöqtəsi götürürəm. Bu S nöqtəsi AB parçasını birinin uzunluğunun, digərinin uzunluğunun 26% olan iki hissəyə bölür. Mən AC hissəsinə x desəm, onda SB hissəsi olacaq x-in 26%. X-in 26%, x vur 26 bölünsün 100 şəklində tapılır. Deməli, SB parçası olacaq 0,26x. Burada yazıram 0,26x. İndi isə bu parçaların fərqini 74-ə bərabər eləyək. Yazıram x çıxılsın 0,26x bərabərdir 74. Çıxanda qalar 0,74x bərabərdir 74. 74-ü 0,74-ə bölsək, x-imiz olacaq 100. Deməli, tapdıq ki, AC parçasının uzunluğu 100 imiş, SB parçasının uzunluğu isə 0,26 vurulsun 100, bu da eləyəcək 26. Nəticədə bizdən AB-ni soruşurdu. AB bərabər olar 100 üstəgəl 26-dan 126. Düzgün cavab oldu A variantı. Dördüncü sual. Deməli, ifadəsini sadələşdirin. Biz bilirik ki, cüt tərəzidən kök aldıqda ifadənin daxili, deməli, kökaltı ifadənin daxilindəki ifadə çıxır modulda. Məsələn, 2n-ci dərəcədən A-nın üstü 2n, burada bu 2n-lər gedir, bərabər qalır modulda A. Bu qaydamıza görə 6 ilə 6-nı aparıram. Yazıram modulda 7 çıxılsın 4. Daha sonra 4 ilə 4-ü aparıram. Yazıram modulda kökdə 7 çıxılsın 2. İndi isə modulda kökdə 7 çıx 4-ün nəyə bərabər olduğunu müəyyənləşdirək. Kökdə 7-dən 4 çıxanda, deməli, mənfi ədəd qalır. Çünki 4-ün özü kök altında 16 deməkdir. Ona görə bunu moduldan çıxartdıqda
yerini dəyişdirib çıxartmaq lazımdır. 4 çıxılsın, köşdə 7. Üstə gəlinsin. Köşdə 7 çıx 2 isə müsbət ədəddir. Çünki 2 kök altında 4 deməkdir. Köşdə 7-dən köşdə 4 çıxanda müsbət ədəd alınır. Ona görə modulun daxilindən elə ifadənin özü çıxacaq. Mənfi köşdə 7 ilə müsbət köşdə 7-ni islah eləsək, 4 çıx 2-dən cavabımız olacaq 2. 4-cü sualda cavab oldu Y variantı. 5-ci sualımız. Düzgün dördbucaqlı prizmanın diaqonalı 8 olur, oturacaqla 60 dərəcəli bucaq əmələ gətirir. Prizmanın həcmini tapın. Düzgün dördbucaqlı prizmanın oturacağı kvadratdır. Bunun üçün gəlin belə bir dənə şəkil çəkək. Düzgün dördbucaqlı prizma çəkdim. Adı olsun A, B, C, D, A1, B1, C1 və D1. İndi isə diaqonal çəkək. A1C diaqonalını çəkdim və bu diaqonalın uzunluğu 8 verilir. Oturacaqla 60 dərəcə bucaq əmələ gətirir. Fikir verirsinizsə, A1C mail formasındadır və hər bir mailin də proyeksiyası çəkilməlidir. Qaydamıza görə A1C-nin proyeksiyasını çəksəm, olacaq AC diaqonalı. Və məlum məsələdir ki, A1AC 90 dərəcədir və məsələnin şərtində deyir ki, oturacaqla 60 dərəcə bucaq əmələ gətirir. Onda C bucağına yazıram 60. A1 bucağı da görünür ki, 30 dərəcədir. 90, 60, nəticədə üçüncü bucağımız olacaq 30. İndi görürəm ki, 90 dərəcənin qarşısında duran tərəf 8-dir. Onda 30-un qarşısında duran tərəf olar 4. Bunu yazdım. Həmçinin 60-ın qarşısında duran olacaq 4 kök altında 3. Nəticədə müəyyənləşdirdik ki, bu prizmanın oturacağı kvadrat olduğuna görə həmin kvadratın diaqonalı 4 imiş və bu prizmanın hündürlüyü isə 4 kökdə 3 imiş. İndi isə prizmanın həcmini tapaq. V bərabərdir. S oturacaq vurulsun H düsturuna görə. Oturacağın sahəsinin diaqonalı görə bu formada tapırdıq. D-nin kvadratı bölünsün 2. Vurulsun H. Diaqonalı məlum olan kvadratın sahəsi D kvadrat böl 2 düsturu ilə tapılır. İndi D-nin yerinə 4 yazaq. 4-ün kvadratı böl 2. H-ın yerinə isə 4 kökdə 3 yazaq. Nəticədə cavabı tapmış olarıq. Deməli, 16 böl 2, 8, 4 kökdə 3-ə vuranda da 32 kök altında 3. Tapdıq ki, 5-ci sualda cavabımız 32 kökdə 3 imiş, yəni A variantı. 6-cı sual. Tənliyini həll edin. Görürük ki, kəsir sıfıra bərabərdir və kəsirin sıfır olması üçün məlum məsələdir ki, kəsirin sürəti sıfır olmalıdır. Məxrəci isə sıfırdan fərqli olmalıdır. Kök altında sinus x fərqli olmalıdır sıfırdan. Yazıram, kosinus 4x bərabərdir 1. Buradan 4x bərabər olar. Kosinus 1-i alır, deməli 2 pi k-da. Bu zaman x-imiz bərabər olacaq. Pi k bölünsün 2. Hər iki tərəfi 4-ə böldüm. İndi isə keçirəm ikincisinə. Görürəm ki, kökün altında sinus x var və bilirik ki, kökün altında olan ifadə heç vaxt mənfi olmaz. Normalda bura yazmalıyam, sinus x böyük bərabərdir 0. Amma 0-a bərabəri olmadığına görə, deməli, sinus x sadəcə 0-dan böyük olmalıdır. İndi isə aldığımız x bərabərdir pi k bölü 2 kökündən sinus x böyükdür 0 şərtini ödəyən kökləri kənarlaşdıraq. Bunun üçün pi k bölü 2-yə uyğun olan bucaqları yazıram. K-nın yerinə 0 qoysam, olacaq 0. K-nın yerinə 1 qoysam, olacaq pi bölü 2.
K-nın yerinə 2 qoysam, olacaq pi. K-nın yerinə 3 qoysam, olacaq 3 pi bölü 2. K-nın yerinə 4 qoysam, olacaq 2 pi və fikir verirsinizsə, yenidən dövr eləməyə başlayır. İndi bunların içərisindən sinus x böyükdür 0 şərtini və sinus x fərqlidir 0 şərtini ödəyən kökləri araşdıraq. Görünür ki, 0-da və 2 pi-də sinus x 0-a bərabərdir. Ona görə biz bu həlli cavab kimi götürə bilmərik. Pi bölü 2-də sinus x həm 0-dan fərqlidir, həm də sinus x-in qiyməti müsbətdir. Ona görə pi bölü 2-ni saxlayıram. Pi-ni yerinə qoymuş olsam, sinus pi 0-a bərabər olduğuna görə bu kökdə kənar kök olacaq. Həmçinin 3 pi bölü 2-ni yerinə qoymuş olsaq, 3 pi bölü 2 deməli sinus mənfi 1 alır. Ona görə bunu da kök kimi götürmək olmaz. Nəticədə görürük ki, cavabımız yalnız və yalnız pi bölü 2-dir. Və hər dəfəsində də pi bölü 2 və bunun dövürlərini almalıdır. Ona görə cavabımız olacaq pi bölü 2 üstə gəlinsin 2 pi n. Düzgün cavabımız oldu. Deməli, A variantı. 7-ci sualımız. Üçbucağın bucaqları 1, 2, 3 nisbətindədir. Əgər üçbucağın bucaqları 1, 2, 3 nisbətindədirsə, mən bunun birini alfa, birini 2 alfa, birini isə 3 alfa qəbul edə bilərəm və üçbucağın bucaqlarının cəmi 180 olduğundan bu cəmi bərabər eləyirəm 180-ə. Buradan 6 alfa bərabər oldu 180, alfa bərabər oldu 30 dərəcə. Nəticədə gördük ki, bucaqlarımız 30 imiş, 60 imiş və 90 imiş. Yəni, söhbət düzbucaqlı üçbucaqdan gedir və bu düzbucaqlı üçbucağın bucaqları 30, 60, 90'dır. Buraya yazıram 30, buraya yazıram 60, burada oldu 90. İndi bu üçbucağın böyük və kiçik tərəflərinin cəmi 6-dır. Məlum məsələdir ki, üçbucağın ən kiçik tərəfi ən kiçik bucağın qarşısında durandır. Yəni 30 dərəcənin qarşısına mən A desəm, bu zaman 90-ın qarşısı 2A olacaq. 60-ın qarşısı isə olacaq A kök altında 3. İndi şərtdə deyir ki, böyük tərəflə kiçik tərəfin cəmi 6-dır. Bu halda yazaram 2A üstə gəlsin A bərabərdir 6. 3A bərabər oldu 6-ya. A tapıldı 2. Deməli, üçbucağımızın tərəfləri 2 imiş, 4 imiş və 2 kök altında 3 imiş. Bizdən isə bu üçbucağın perimetrini istəyir. Perimetrdə bütün tərəflərin cəmi olduğundan yazmaq olar ki, 4 üstə gəl 2 üstə gəl 2 kökdə 3. Bu bizə verəcək 6 üstə gəlsin 2 kökdə 3-ü. Və buradan da ikili mötərizə xaricini çıxarsaq, 2 vurulsun 3 üstə gəl kök altında 3. Cavabımız olacaq, deməli, Y variantı. 8-ci sual. Mərkəzi O nöqtəsində olan çevrədə BAS 65 dərəcədir. BAS. Buraya yazıram, deməli 65 dərəcə. Əgər OA və OB-nin radius olduğunu qeyd eləsək, görərik ki, OAB deməli bərabəryanlı üçbucaqdır. Bu halda mən OBA bucağına da 65 deyə bilərəm. Nəticədə A bucağı 65, B bucağı 65, cəmi elədik 180. Bu halda O bucağına qalar deməli 50 dərəcə. Yəni biz nə elədik? 180-dən çıxdıq 65-lərin cəmini. Tapdıq ki, bucaq AOB 50 dərəcəymiş. İndi isə bizdən AB qövsünün dərəcə ölçüsünü soruşur. Görürəm ki, OAB mərkəzi bucaqdır. Mərkəzi bucaq 50 dərəcədirsə, bu zaman bu mərkəzi bucağın söykəndiyi qövs də olacaq 50 dərəcə. Yəni, AB qövsünün dərəcə ölçüsü 50 imiş. 8-ci sualda cavab oldu B variantı. 9-cu sual. Deməli,
Sinifdə 26 şagird var. Diaqramda bu şagirdlərin riyaziyyat imtahanından aldığı qiymətlərin statistikası göstərilmişdir. Diaqrama əsasən şagirdlərin aldığı qiymətlərin medianını tapın. Deməli, diaqramı incələmiş olsaq, görərik ki, 2 qiyməti alan 4 nəfərdir. Deməli, 2 alanlar 4 nəfərdir. Bura yazdım, 4. 3 qiyməti alan 9 nəfərdir. 3 qiyməti alan 9 nəfərdir. 4 qiyməti alan 7 nəfərdir. 4 qiyməti alan 7 nəfərdir. 5 qiyməti alan isə 6 nəfərdir. 5 qiyməti alan 6 nəfərdir. Məlum məsələdir ki, medianı tapanda verilmiş deməli göstəricilər kiçikdən böyüyə doğru yazılır. Əgər göstəricilərin sayı tək saydadırsa, tən ortada duran olurdu bu sıranın medianı. Yox, əgər cüt saydadırsa, o zaman tən ortadakı 2 ədədin ədədi ortası olurdu medianı. İndi burada görürük ki, ümumilikdə 26 göstərici var. Bu 26-nın yarısı, yəni cüt saydad deyə 26-nın yarısını tapırıq. Bu eləyir 13. Deməli, 13-cü və 14-cü adamların göstəricilərinin ədəd ortası bu sıranın medianı olacaq. Və ardılığa baxırıq ki, burada 13-cü adam 3 qiyməti alıb, 14-cü adam isə 4 qiymət alıb. 13-cü adamın 3 qiymət aldığını hardan bildim? 4 ilə 9-un cəmi 13 eləyir ona görə. 14-cü adam da bu 3-dən sonra ilk gələndir. İndi isə medianı tapmaq üçün tapdığımız bu 3 və 4-ün ədəd ortasını tapaq. 7 böl 2-dən cavabımız oldu 3,5. Düzgün cavab E variantı. 10-cu sual. Limitini hesablayın. Deməli, əgər mümkündürsə, sürət və məxrəci vuruqlarını ayıraq, eyni vuruqları ixtisar edək. Yox, əgər mümkün olmasaydı, biz L'Hopital qaydasından istifadə edərdik. L'Hopital qaydasına görə də sürətin ayrı törəməsi, məxrəcin ayrı törəməsi. Amma belə bir şey var ki, L'Hopital qaydasını tətbiq etmək üçün əvvəlcə gərək 0/0 qeyri-müəyyənliyi alınsın. Əvvəlcə vuruqlarını ayırmağa çalışaq. Yazıram limit. X yaxınlaşır 2-yə. X kvadrat çıx x çıx 2. X kvadrat üstəgəl x çıxılsın 6. Görünür ki, sürətin vuruqları yaxınlaşır 2-yə. X çıx 2 ilə x üstəgəlsin 1-dir. Məxrəcin vuruqlarının ayrılması isə x üstəgəl 3 ilə x çıxılsın 2-dir. X çıx 2-ləri ixtisar eləyək. Nəticədə qalacaq limit. X yaxınlaşır 2-yə. Sürət oldu x üstəgəl 1. Məxrəc oldu x üstəgəlsin 3. İndi isə x-lərin yerinə 2 qiymətini qoyaq. 2 üstəgəl 1 bölünsün 2 üstəgəl 3. Cavabımız olacaq 5-də 3, yəni 0,6. Cavabımız oldu B variantı. L'Hopital qaydası ilə də yazmaq olardı. 2-ni həm sürətdə, həm məxrəcdə yerinə qoysaq, 2-nin kvadratı çıx 2 çıx 2, 2-nin kvadratı üstəgəl 2 çıx 6. Görünür ki, 0/0 qeyri-müəyyənliyi alındı. Bu zaman biz sürətin ayrı törəməsini, məxrəcin ayrı törəməsini tapırıq. X kvadrat çıx x çıx 2-nin törəməsi, x kvadrat üstəgəl x çıx 6-nın törəməsi. Bu da olacaq limit. X yaxınlaşır 2-yə. X kvadratının törəməsi 2x. Mənfi x-in törəməsi -1. Mənfi 2-in törəməsi 0. Onu yazmıram. Məxrəcin törəməsi. X kvadratın törəməsi yenə 2x. X-in törəməsi 1, -6-ın törəməsi 0. İndi isə x-lərin yerinə 2 qoyaq. 2 vur 2 çıx 1, 2 vur 2 üstəgəlsin 1.
Sürət oldu 3, məxrəc oldu 5. Nəticədə cavabımız oldu yenə də 0,6. 11-ci sualımız. ABCD paralleqramının bir tərəfinə bitişik bucaqlarının tən bölənləri qarşı tərəfin üzərində kəsişir. ABCD paralleqramını çəkirəm. Belə bir dənə paralleqram olsun. ABCD. AD tərəfinə bitişik bucaqların tən bölənlərini çəkək və bu tən bölənlər qarşı tərəf üzərində kəsişsin. Bunu çəkdim və bunu çəkdim. Bu zaman burada yaranan bucaqlar alfa, alfa, beta, beta. Məlum məsələdir ki, paralleqramın bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Bu halda yazıram. 2 alfa üstəgəl 2 beta bərabərdir 180 dərəcə. Onda alfa üstəgəl beta olacaq 90 dərəcə. Hər birini böldüm 2-yə. İndi görünür ki, tənbələnən kəsişmə nöqtəsinə gedək. Görünür ki, AYD üçbucağında alfa ilə betanın cəmi 90-dır. Bu halda AYD bucağının özü 90 olmalıdır ki, AYD üçbucağının bucaqlarının cəmi bizə 180-i versin. Sonra deyir ki, paralleqramın perimetri 48, iti bucağı 30 dərəcədir. İndi gəlin burada belə bir iş görək. BYAD hərflərinə diqqət yetirsəz, görərsiniz ki, burada Z hərfi var. Yəni, daxili çarpaz bucaqlar var. Bura alfadırsa, onda burada alfa deyək. AB x-dirsə, BY-miz də olacaq x. Həmçinin AB x-dirsə, CD-yə də x demək olar. İndi isə CYDA Z hərfinə baxsaq, görərik ki, aşağı bucaq betadırsa, onda Y bucağının deməli, sağ tərəfi də olacaq beta. Nəticədə görünür ki, YS CD-yə bərabərdir. Burada yazıram x. Və tapdıq ki, BS tərəfi ümumilikdə 2x imiş. Bu halda AD tərəfi də olacaq 2x. Məsələnin şərtində perimetri 48 vermişdi. Onda yazıram. X üstə gəlinsin 2x, üstə gəlinsin x, üstə gəlinsin 2x. Yəni, paralleqram tərəflərini topladım. Bərabər edirəm 48-ə. 6x bərabər oldu 48. X-imiz tapıldı 8. X-imiz 8-dirsə, paralleqramın tərəfləri oldu 16 və 8. Şimdi bizdən istəyir bu paralleqramın sahəsini. Paralleqramın tərəflər və bucaqlar iştirak edən sahə düsturu belə idi. S bərabərdir AB sinus alfa. AB vurulsun sinus alfa. Bu da bərabər olacaq. 8 vurulsun, 16 vurulsun, sinus 30. 8 16-ya vuranda 128. Sinus 30-un qiyməti isə 2-də 1-dir. 128 də 2-də 1-ə vuranda cavabımız olacaq 64. 11-ci sualda cavab B variantı. 12-ci sual. İfadəsinin qiymətini tapın. Deməli, uşaqlar, sürətə fikir versəz, sürət bizə sinus alfa, kosinus beta, kosinus alfa, sinus beta düsturunu xatırladır və bu açılışda sinus alfa üstəgəl betanın açılışıdır. Onda biz bu kəsirin sürətinə sinus 20 dərəcə üstəgəl 15 dərəcə düsturunu tətbiq eləyə bilərik. Məxrəc isə olduğu üçün qalsın. İndi göründü ki, bu kəsirin sürətində də sinus 35 dərəcə, məxrəcində də sinus 35 dərəcə var. Bu halda bu sinus 35-lər ixtisar olunsa, sürətdə 1, məxrəcdə 3 qalacaq. Düzgün cavabımız oldu 3-də 1, yəni B variantı. 13-cü sual. Kürənin mərkəzindən 8 sm məsafədə keçən müstəvi ilə kəsişməsindən alınan kəsiyin sahəsi 36 pi kvadrat santimetrdir. Kürənin radiusunu tapın. Gəlin əvvəlcə bir dənə kürə çəkək.
Bu bizim kürə olsun. Bu bizim kürə olsun. Bu kürənin mərkəzindən 8 sm məsafədə, keçən müstəvi çəkək. Buradan keçən bu formada bir dənə müstəvi çəkirəm. İndi alınan bu müstəvi kəsiyinin sahəsini bizə veriblər 36 pi. Məlum məsələdir ki, kürənin müstəvi kəsiyi dairədir. Ona görə pi vurulsun r kvadrat bərabərdir 36 pi yazıb, r kvadratını 36, r-in özünü isə 6 tapırıq. Yəni bu kürənin müstəvi kəsiyinin radiusu 6 imiş. İndi isə bizdən kürənin öz radiusunu istəyir. Bunun üçün də kürənin mərkəzi ilə uz nöqtəsini birləşdirirəm və bura yazıram böyük yer. Bura O olsun, bura O1, bura da olsun A. Baxırıq O, O1, A3 bucağına. 3 bucaq O, O1, A. Bu üç bucağa Pifaqor teoremini tətbiq etmiş olsaq, baxın, söhbət bu düzbucaqlı üç bucaqdan gedir. 8-in kvadratı üstəgəl 6-nın kvadratı bərabərdir r kvadratı. Buradan r kvadrat bərabərdir 64 üstəgəl 36-dan 100 alınacaq. Nəticədə r-in özü tapılacaq 10. 13-cü sualda cavabımız oldu B variantı. 14-cü sual. Bərabərsini ödəməyən tam ədədlərin sayını tapın. Uşaqlar, fikir verin, bu bərabərsini ödəyən əgər kiçikdirsə, ödəməyən olar, bu kiçikdirin əksi. Yəni, böyükdür və ya bərabərdir. Modulda x kvadrat çıx x çıxılsın 2. Yenidən yazıram, modulda x çıx 2 böyük bərabərdir. Bu ikinci modulun daxilini vuruqlarını ayırsaq, bunun vuruqları modulda x çıx 2 ilə x üstəgəlsin 1-dir. İndi, hər iki tərəfdən modulda x çıx 2-ni ixtisar eləmək olar. Onsuz da bilirəm ki, müsbətdir. Hətta 0 olsa belə, bərabərsizlik doğru olacaq. Ona görə x çıx 2-ni həm də 0-a bərabər eləyib, x-in qiymətlərindən birini 2 tapıram. İxtisar elədikdən sonra yerdə qalan bərabərsizlik yazıram. 1 böyük bərabərdir. Modulda x üstəgəlsin 1. Uşaqlar, çalışın ki, ümumiyyətlə bərabərsizlik həll eləyən zaman dəyişənlər bərabərsizlik işarəsinin solunda olsun. Buna görə mən bunun yerini dəyişirəm. Yəni, modulda x üstəgəl 1 kiçik bərabərdir 1. Əgər modul hər hansısa bir müsbət ədəddən kiçikdirsə, onda modulun daxilindəki ifadə həmin o dediyimiz müsbət ədədin mənfisi ilə müsbəti arasında yerləşir. Yəni, x üstəgəl 1-i yerləşdirmək lazımdır, mənfi 1 ilə müsbət 1 arasında. İndi isə x-i təkləmək üçün hər bir həddən 1 çıxaram. Nəticədə alınır mənfi 2, x və 0. Görünür ki, buradan ödəyən köklər mənfi 2 imiş, mənfi 1 imiş və 0 imiş. Həmçinin əvvəldə bir dənə də kök tapmışdıq. Onda ümumi say bərabər olar 4-ə. Yəni, bu bərabərsizliyi ödəməyən tam ədədlərin sayı olacaq 4. Cavab A variantı. 15-ci sualımız. Deməli, y-i bizdən soruşur. Gəlin əvvəlcə birinci tənasübdə bacardığımız qədər sadələşdirmələr eləyək. Bunun üçün 0.3 ilə 1.5-i 0.3-ün özünə ixtisar eləyib, sürətdə 1, məxrəcdə 5 yazmaq olar. İndi isə bunları çarpaz vuraq. Çarpaz vursam, x üstəgəlsin y bərabər olacaq 0.5 x-ə. Buradan da görünür ki, y bərabərdir 0.5 x çıxılsın x, yəni mənfi 0.5 x.
Yəni bizdən y-i soruşur. Y-dən mənfi 0,5 x-ə bərabərdir. İndi isə gəlin x-i hesablayaq. Yazıram, x bərabərdir. 2,2-ni çevirirəm düzgün olmayan kəsirə. 3-də 8 bölünsün. 1,2-ni də çevirirəm düzgün olmayan kəsirə. 3-də 5 üstə gəlinsin. 2,5-ni də çevirirəm. Olacaq 5-də 12. Daha sonra kəsirin kəsirə bölünməsi qaydasına görə birinci kəsir olduğu kimi qalır. İkincisini vurma eləyib tərsinə çevirirəm. Olacaq deməli 5-də 3. Üstə gəlinsin. 5-də 12 qalır. Buradan bu 3-lər ixtisara getdi. 5-də 8 üstə gəlinsin. 5-də 12. Məxrəclər eynidir deyə sürətləri toplayıram. Oldu 5-də 20. Bu da bərabər imiş 4-ə. X-i tapdıq 4. Y-imiz mənfi 0,5 x olduğuna görə mənfi 0,5-i vururam 4-ə. Cavabımız olur mənfi 2. 15-ci sualda cavab oldu C variantı. 16-cı sual. Tənliklər sistemindən x çıx y fərqini tapın. Deməli uşaqlar, birinci tənlikdə kəsirin olmağını istəmirəm. Ona görə mən bu kəsirin hər bir həddini x, y-ə vururam. Yəni 1 bölü x vurulsun x, y, çıxılsın 1 bölü y vurulsun x, y, bərabərdir 3,5 vurulsun x, y. Daha sonra x-lər gedir, y qalır, y-lər gedir, x qalır, bərabərdir 3,5 vurulsun. X, y-in yerinə isə 2 qoyuram. Nəticədə tapmış oldum ki, y çıx x bərabər imiş 7-yə. Amma bizdən x çıx y soruşur. Ona görə mən x çıx y tapmış olsam, hər iki tərəfi mənfiyə vurmalıyam. Cavabımız olacaq mənfi 7. 16-cı sualda cavab oldu A variantı. 17-ci sualımız. Bərabəryanlı trapesiyanın oturacaqları 25 və 7, diaqonalı isə 20-dir. Onun perimetrini tapın. Bərabəryanlı trapesiya çəkirəm. Bu trapesiyanın oturacaqları 7 və 25-dir. Və bizə deyir ki, diaqonalı 20-dir. Bu diaqonalını çəkirəm, burada yazıram 20. Və perimetri soruşur. Məlum məsələ ki, perimetri tapmaq üçün biz yan tərəfləri bilməliyik. Trapesiyanı adlandırsam A, B, C, D. Bərabəryanlı trapesiyada belə bir qayda deyilir sizə ki, hündürlüklərin hər ikisini çəkin. CH, o da olsun BK. Hündürlüklərini çəkdim. İndi BC 7 olduğuna görə KH da olacaq 7. Ümumi AD 25 idi. 25-dən 7-sini çıxıram, qalır deməli 18. Ümumi 25 idi. 25-dən 7-ni çıxıram, qalır 18 və bu 18 AK və HD hissəsinə bərabər bölünməlidir. Onda hər birinə yazıram 9, 9. İndi isə gəlin biz bu CH hündürlüyünü tapaq. Bunun üçün ACH üçbucağına baxırıq. ACH üçbucağında AH KTT ümumilikdə 16-dır. 9 üstəgəl 7-dən. CH KTT H-dır, AC isə 20-dir. Onda yazmaq olar ki, 16-nın kvadratı üstəgəl H-ın kvadratı bərabərdir 20-nin kvadratı. H-ın kvadratı 400 çıxılsın 256, yəni 144 alındı. H özü bərabər oldu 12-yə. Deməli, CH KTT 12 imiş. İndi isə baxırıq CHD üçbucağına. CHD düzbucaqlı üçbucaqdır və buna da Pifaqor teoremi tətbiq etməklə biz x-i tapa bilərik. Bunun üçün yazıram, x-in kvadratı bərabərdir. 9-un kvadratı üstə gəlinsin, 12-nin kvadratı. 81 üstə gəl 144.
Buradan x kvadrat bərabər olar 225. Bu halda x-in özü tapıldı 15. Deməli, bu trapesiyanın yan tərəfləri 15-15 imiş. Artıq biz trapesiyanın perimetrini tapa bilərik. Bütün tərəflərini cəmləsəm, perimetr bərabər olar 15 üstəgəl 7 üstəgəl 15 üstəgəl 25. O da bizə verəcək, deməli, 62. 17-ci sualda cavab oldu D variantı. 18-ci sual. 3 çıx 2i kvadratı ədədinin həqiqi hissəsinin əmsalını tapın. i xəyali vahiddir. Deməli, 3 çıxılsın 2i-nin kvadratını müxtəsər vurma düsturuna görə açıram. Deməli, yazıram. Birincinin kvadratı çıxılsın 2 vurulsun. Birinci vuraq ikinci, üstə gəlinsin ikincisinin kvadratı. Bu da bizə verəcək 4i-nin kvadratı. Məlum məsələdir ki, i-nin kvadratı -1-dir. i kvadratın yerinə -1 qoyaq. 9 çıxılsın 12i çıxılsın 4. Belə bir şey alınacaq. İndi isə 9-dan 4-ü çıxıram. 5 çıxılsın 12i. Bizdən bu kompleks ədədin həqiqi hissəsinin əmsalını istəyirdi. Yəni, RZ istəyirdi. Cavabımız olacaq 5. Xəyali hissənin əmsalını istəsəydi, İMZ olardı -12. 18-ci sualda düzgün cavab B variantı. 19-cu sual. Funksiyasının qiymətlər çoxluğunu tapın. Uşaqlar, kvadratik üçədli var burada. Deməli, x kvadrat çox 8x üstə gəlsin 20-dir. Biz əvvəlcə bunun ən kiçik qiymətini tapmalıyıq. Nəyə görə ən kiçik qiyməti dedim? Çünki x kvadratın əmsalı müsbət ədəddir. Bunun ən kiçik qiymətini tapdıqdan sonra tapdığımız ədəddən müsbət sonsuzluğa olacaq bu funksiyanın qiymətlər çoxluğu. Bunun üçün yazmaq olar belə. Y bərabərdir kök altında. Loqaritma 5 əsasdan x kvadrat çıxılsın 8x üstə gəl. 8-i bölürdük 2-yə, eləyir 4. 4-ün kvadratı oldu 16. Özümdən 16 yazdımsa, bir dəfədə çıx 16 yazıram ki, ifadə mənasını itirməsin. Və üstə gəlsin 21. Bu da bərabərdir. Yenidən, loqaritma 5 əsasdan. Baxın, bunun bu 3-ü birlikdə bizə x çıx 4-ün kvadratını verir. -16-nın üstünə 21 gəldikdə cavabımız olacaq 5. İndi isə kvadratın ən kiçik qiymətinin 0 olduğunu qeyd eləsək, ifadənin özünün ən kiçik qiyməti olacaq loqaritma 5-dən 5. Məlum məsələ ki, loqaritma 5-dən 5 bizə 1 verir. Kök altında 1-dən də çıxır 1. Deməli, biz müəyyənləşdirdik ki, bu ifadənin ən kiçik qiyməti 1-ə bərabər imiş. Onda qiymətlər çoxluğu olacaq 1-dən, 1 almaq şərti ilə 1-dən müsbət sonsuzluğa. Düzgün cavab B variantı. 20-ci sual. M parametrinin hansı qiymətində tənliyinin köklərinin kvadratları cəmi ən kiçik qiymət alır? Tənliyinin köklərinin, yəni x1 ilə x2-nin kvadratları cəmi, onda x1-in kvadratı, x2-nin kvadratı və bunun cəmi. İstəyirik ki, bu ən kiçik qiymət alsın. M-in hansı qiymətində? x1-in kvadratı üstəgəl x2-nin kvadratını köməkçi açılışa görə bu formada yazmaq olar. x1 üstəgəl x2-nin kvadratı çıxılsın 2 vurulsun x1 vur x2. Bu da bərabərdir. V teriminə görə tənlikdən biz x1 üstəgəl x2-nin m çıxılsın 3, x1 vur x2-nin isə -5m olduğunu görə bilərik. Gətirib yerinə qoysaq, x1 üstəgəl x2-nin yerinə m çıx 3 qoyuram. M çıx 3-ün kvadratı çıxılsın 2 vur, x1 x2-nin yerinə isə -5m qoyuram. Bu da bərabərdir. M-in kvadratı çıxılsın, m çıx 3-ün kvadratını açıram.
6m üstəgəl 9 üstəgəlinsin 10m. Mənfi 2-ni mənfi 5m vurdum. Bunu bir dəfə də sadələşdirsəm, m-in kvadratı mənfi 6m ilə müsbət 10m bizə 4m verir. Üstəgəlinsin 9. Aldıq belə bir dənə kvadrat üçədli. M-in hansı qiymətində bu kvadrat üçədlinin ən kiçik qiyməti var? Bunun üçün biz yazırdıq m bərabərdir mənfi b bölünsün 2a düsturuna. Əgər ifadənin özünün ən kiçik qiymətini soruşsaydı, bu halda biz m bərabərdir 4ac çıx b kvadrat böl 4a düsturundan istifadə edə bilərdik. Həmçinin deməli, tam kvadrata ayırma metodundan da istifadə etmək olar. Yazıram mənfi b-nin yerinə 4 durur, a-nın yerinə isə 1 durur. Cavabımız oldu mənfi 2. Tam kvadrat ayırma yolunu da deyim. M kvadrat üstəgəl 4m üstəgəlinsin. Baxın, bu 4-ü bölürsüz 2-yə, eləyir 2, kvadratı eləyir 4. Özümdən 4 yazdımsa, bir dəfə də çıx 4 yazıram və üstəgəlinsin 9. Şimdi bunun bu 3 dənəsi bizə verir m üstəgəl 2-nin kvadratını. Mənfi 4-ün üstünə 9 gələndə isə alınır 5. İndi kvadratın ən kiçik qiyməti 0-dır qaydasına görə. Bu hissəni 0 eləsəm, m üstəgəl 2 bərabər 0-dan m-i yenə də mənfi 2 tapmış olarıq. Belə çıxır ki, 20-ci sualda cavabımız oldu mənfi 2, yəni C variantı. 21-ci sual. X üstü loqaritma 2 əsasdan 5 üstəgəlinsin 5 üstü loqaritma 2 əsasdan x bərabərdir 50 tənliyini həll edin. Deməli, belə bir qaydaya icazə var ki, a-nın üstündə loqaritma b əsasdan c yazılışında c ilə a-nın yerini dəyişmək olar. Yəni, c üstü loqaritma b-dən a yazmaq olar. Bu qaydamıza əsasən, mən x ilə 5-in yerini dəyişirəm. Bu birinci ifadədə x ilə 5-in yerini dəyişirəm. Olur 5 üstü loqaritma 2 əsasdan x üstəgəlinsin 5 üstü yenə loqaritma 2 əsasdan x bərabər oldu 50-yə. İndi görürəm ki, 2 eyni ifadə var. Onda bunu yazmaq olar. 2 vurulsun 5 üstü loqaritma 2 əsasdan x bərabərdir 50. 50-ni 2-yə böldüm 25. 5 üstü loqaritma 2 əsasdan x bərabər oldu 25-ə. Bu 25-i 5-in kvadrat kimi yazıb, bu 5-ləri aparsaq, bu halda loqaritma 2 əsasdan x-imiz bərabər olar 2-yə. Buradan da məlum məsələdir ki, x-i tapmaq üçün 2-nin kvadratını tapmaq lazımdır. Yəni, x bərabər oldu 2 üstü 2, yəni 4. 21-ci sualda cavab oldu C variantı. 22-ci sualımız. Funksiyası üçün f törəmə y-ni hesablayın. Əvvəlcə gəlin bu funksiyanın törəməsini tapaq. Ondan sonra x-lərin yerinə y yazarıq. Deməli, ln kvadratı x üstəgəlsin 3. Bunun törəməsini deməli necə taparıq? Məlum məsələ ki, bu üçün törəməsi 0-dır. Bu hissəyə baxmıram. X-in kubu ilə ln kvadratı x-in törəməsi hasilin törəməsi şəklində tapılmalıdır. Birinə u kimi, birinə v kimi baxsam, u vurulsun v-nin törəməsini xatırlayaq, belə idi. U-nun törəməsi vurulsun v, üstə gəlinsin u vurulsun v-nin törəməsi. Onda yazmaq olar ki, x-in kubunun törəməsi vurulsun ln kvadratı x, üstə gəlinsin, x kubu vurulsun ln kvadratı x-in törəməsi bərabərdir. X kubunun törəməsi bizə verir 3x kvadratını, vurulsun ln x, üstə gəl x-in kubu qalsın. Ln kvadratı x-in törəməsi isə 2 vurulsun ln x, vurulsun 1 də ln x-in törəməsidir. Çünki u kvadratının törəməsi bərabərdir. 2 vurulsun u, vurulsun 1 də u-nun törəməsi. Bərabərdir.
Deməli yazıram. 3x kvadrat vurulsun ln x üstə gəlinsin. X kubunu 2 ln x-ə vuranda 2x'in kubu vurulsun ln x vurulsun və buradakı bu ln x-in törəməsi bizə verəcək 1 bölünsün x-i bərabərdir. X ilə bu x-in kubu getsə burada qalacaq kvadratı. Nəticədə tapmış olduq ki 3x kvadratı vurulsun ln x üstə gəlinsin 2x kvadratı vurulsun ln x və bunları toplamış olsaq bizə verəcək 5x'in kvadratı vurulsun. Daha doğrusu burada bizim kvadratımız var idi. Bax burada kvadratlar var idi, unutduq. Burada kvadratlar var. İndi harda x varsa, çünki bizdən f törəmə yerini soruşur. Harda x varsa yerinə y yazıram. Olacaq 3 vurulsun y'nin kvadratı vurulsun ln kvadratı y üstə gəlinsin 2 vur y'nin kvadratı vurulsun ln y. Məlum məsələdir ki, ln y-nin qiyməti 1-dir. Onda ln kvadratı y də bizə 1 verəcək. Buradakı ln y-nin də yerinə 1 yazıram. Tapdıq 3y kvadrat üstə gəlinsin 2y'nin kvadratı. Bu da bizə verəcək 5y'nin kvadratı. 23-cü sualda cavab oldu A variantı. 23-cü sual. İfadəsini tam rasional ifadəyə çevirən A-nın qiymətləri hasilini tapın. Deməli, yadımızda qalmalıdır ki, tam rasional ifadələrin məxrəcində dəyişən olmamalıdır. Bir də deyək qaydanı, tam rasional ifadələrin məxrəcində dəyişən olmamalıdır. Bunun üçün bu kəsirin məxrəcində olan bu 2x ilə gərək biz buranı mənfi 2x eləyək ki, bu 2x ilə mənfi 2x bir-birini islah eləsin ki, məxrəcdə sadəcə 5 qalsın. Bunun üçün mən A-nın kvadratı üstəgəl 3A bərabərdir, mənfi 2 yazıram. Mənfi 2-ni keçirsək sola, üstə gəlsin 2 bərabərdir 0 olacaq və bizdən A-nın qiymətləri hasilini istəyir. A1 vur A2 y teriminə görə olacaq 2. 23-cü sualda cavab oldu 2. 24-cü sual. K parametrin hansı qiymətində funksiyasının qrafiki absis oxuna toxunur? Uşaqlar fikir verirsinizsə, verilmiş funksiya kvadratik funksiyadır. Çünki x-in ən yüksək dərəcəsi 2-dir. Kvadratik funksiyanın da qrafiki bilirik ki, paraboladır. Əgər bu parabola absis oxuna toxunursa, ya bu formada və yaxud bu formada absis oxuna toxunursa, demək ki, diskriminant bərabər olmalıdır 0-a. Yəni, absis oxunu bir yerdə kəsir. Bunun üçün biz verilmiş kvadratik funksiyanın diskriminantını tapaq və 0-a bərabər edək. Deməli, B-miz mənfi 2 vurulsun k çıx 1-dir kvadratı. Çıxılsın 4ac, 4 vurulsun 2k çıx 5 vurulsun 3 bərabər olmalıdır 0-a. Deməli, biz nə elədik? B kvadrat çıx 4ac-ni bərabər elədik 0-a. B-nin kvadratını tapanda mənfi 2-nin kvadratı 4, k çıx 1-in kvadratı isə k-nın kvadratı çıx 2k üstə gəlsin 1-dir. Sonra mənfi 4-ü vururam 3-ə 12, mənfi 12, 2k çıx 5 bərabərdir 0-a. Mötərizəni bir də açmış olsaq, ya da belə eləyə bilərik, hər bir həddini 4-ə bölə bilərik, vurub açmaqdansa. K kvadrat çıxılsın 2k üstə gəlsin 1, 4-ə böləndə burada 3 qaldı, mənfi 3-ü mötərizəyə vururam. Mənfi 6k üstə gəlsin 15 bərabər oldu 0-a. Oxşar hədləri birləşdirsək, k-nın kvadratı çıxılsın 8k üstə gəlsin 16 bərabər oldu 0. Və görürük ki, bu da bizə
k çıx 4-ün mötərizə kvadratını verir. Onda k çıx 4-ün özü bərabər 0, k da tapılacaq 4. Deməli, k-nın 4 qiymətində bu funksiyanın qrafiki absis oxuna toxunur. 24-cü sualda cavab oldu 4. 25-ci sual. Tərəflərinin uzunluqları AD bərabər 5 və AB bərabər 8 olan ABCD düzbucaqlısının A təpəsindən uzunluğu 6-ya bərabər olan AK perpendikulyarı qaldırılmışdır. KBC üçbucağının sahəsini tapın. Deməli, mövzu izahında xatırlayırsınızsa belə bir qayda deyirdik. Deyirdik ki, əgər A təpəsindən perpendikulyar qaldıracaqsınızsa, A təpəsini yuxarıda götürün. Yəni, A-nı burada götürməyimiz məsləhətdir. Onda bura B yazıram, bura C, burada D yazıram. A təpəsindən AK perpendikulyarı qaldırılır. A təpəsindən AK perpendikulyarını qaldırdım. Uzunluğu 6-ya bərabərdir. Bu arada AD-ni bizə 5 veriblər, AB-ni bizə 8 veriblər. AK perpendikulyarını qaldırmışıq və bizdən KBC üçbucağının sahəsini istəyir. Bunun üçün mən K ilə B-ni və K ilə C-ni birləşdirirəm. İndi, məlum məsələdir ki, ABCD düzbucaqlıdır. Bunun üçün ABC bucağına 90 yazıram. KB maildir və bu mailin proyeksiyası AB-dir. 3 perpendikulyar teoriminə görə mailin proyeksiyası müstəvi üzərində hər hansısa bir düz xəttə perpendikulyardırsa, bu zaman həmin mailin özü də həmin düz xəttə perpendikulyar olacaq. Buradan belə bir nəticəyə gəldim ki, KBC bucağı 90 dərəcədir. KBC bucağı 90 dərəcədir. Onda belə çıxır ki, KBC düzbucaqlı üçbucaqdır. Bu düzbucaqlı üçbucağın sahəsini bizdən soruşursa, təbii ki, biz bunun katetlərini bilməliyik. AD 5-ə bərabərdirsə, BC-yə də 5 yazma olar. Çünki düzbucaqlının qarşı tərəfləri bərabərdir. Həmçinin KAB düzbucaqlı üçbucağına görə KB-yə x desəm, yaza bilərəm ki, 6-nın kvadratı ilə 8-in kvadratı bərabər x kvadratı. Buradan x kvadratı 36 üstə gəlinsin 64-dən 100 alındı. Deməli, x-in özü bərabər oldu 10-a. Bura yazdım 10. İndi isə KBC düzbucaqlı üçbucağının katetləri məlumdur deyə sahəsini tapaq. Yazıram onda S bərabərdir. Katet ərazisinin yarısı, yəni AB bölünsün 2. Onda yazaram ki, 10 vurulsun 5 bölünsün 2. Cavabımız oldu 25. 25-ci sualda cavab oldu 25. 26-cı suala baxırıq. AC perpendikulyardır CD-yə. Deməli, buranı deyir. BD perpendikulyardır CD-yə, yəni bura. B bucağının kotangensi verilib 3 bölünsün 2. B bucağının kotangensi, bura alfa desəm, kotangens alfa bərabərdir 3 bölü 2 və bilirik ki, kotangens bitişik katetin qarşı kateti olan nisbətidir. Onda alfa bucağına bitişik olan BD-yə mən 3K, qarşı kateti, yəni OD-yə isə yazıram 2K. CO 12 olarsa AC-ni soruşur. CO-ya 12 yazıram. AC bizdən soruşulur. Burada x yazıram. Uşaqlar, O bucağında, O nöqtəsində qarşılıqlı bucaqlar var. Və qarşı bucaqlar da bərabərdir deyə bunların hər birinə beta deyirəm. İndi OBD 3 bucağında alfa beta 90 var. ACO 3 bucağında 90 var, beta var. Demək ki, A bucağı da olmalıdır alfa. Nəticədə müəyyənləşdirdik ki, üçbucaq ACO oxşar imiş üçbucaq BDO-ya. Oxşarlığa görə
uyğun bucaqların qarşısındakı tərəflərin nisbətləri bərabər olmalıdır. Yəni, birinci üçbucaqda bunun adı olsun birinci üçbucaq, bunun adı olsun ikinci üçbucaq. Birinci üçbucaqda alfanın qarşısı 12, ikinci üçbucaqda alfanın qarşısı 2k. 12 bölü 2k bərabərdir. Birinci üçbucaqda bettanın qarşısı x-dir, ikinci üçbucaqda bettanın qarşısı 3k-dır. Buradan deməli, k-lar ixtisara gedir, 2 ilə 12 gedir, burada 6, burada 1 qalır. Çarpaz vursaq, x-imiz olacaq 18. Bizdən deməli, AC katetini soruşurdu, cavabımız oldu 18. 27-ci sual. Ardıcıllıqlar üçün uyğunluğu müəyyən edin. Deməli, testə baxıram, görürəm ki, hər bir üçün ardıcıllıqlar yazılıb və bu ardıcıllıqlarda ən kiçik hədd və bu ən kiçik həddin nömrəsi soruşulur. Bunun üçün gəlin, hər bir deməli, soruşulanın ən kiçik həddini və nömrəsini müəyyən edək. N çıxılsın 5,3-ün kvadratı üstəgəlsin 5. Uşaqlar, mötərizənin içərisində N çıxılsın 5,3 var. Biz bilməliyik ki, N-in yerinə hansı natural ədədi yazmalıyam ki, 5,3-ü çıxanda daha kiçik ədəd alınsın. Bunun üçün 5,3-ün yaxşı olar ki, hansı natural ədədlər arasında yerləşdiyini müəyyənləşdirəsiniz. Məlumdur ki, 5 ilə 6 arasında yerləşir. İndi 5,3 hansına daha yaxındır? Təbii ki, 5-ə daha yaxındır. Onda ən kiçik həddin nömrəsi olacaq 5. Onda A5 bərabər olar. 5 çıxılsın 5,3-ün kvadratı üstə gəlinsin 5. Mənfi 0,3 eləyir. Kvadratı 0,9 üstə gəlinsin 5. Tapdıq 5,9. Yəni, birinci sualda olacaq ən kiçik həddin nömrəsi 5, həddin özü isə 5,9. Yəni, 1-ə uyğun gəldi, C bəndi və D bəndi. 1-ə C və D bəndləri uyğun gəldi. Eyni məntiqlə ikincisini yazaq. Yenə yazıram ki, AN bərabərdir. N çıx 5,8-in kvadratı üstə gəlinsin, yenə 5. 5,8-i yazıb, hansı natural ədədlər arasında yerləşdiyini müəyyənləşdiririk. 5 ilə 6 arasında yerləşir. 5,8 bu hədlərdən hansına daha yaxındır? Təbii ki, 6-ya daha yaxındır. Bunun üçün biz A6-nı hesablayacaq. Yəni, ən kiçik həddin nömrəsi 6-dır və N-in yerinə 6 qoyanda ən kiçik həddin özünü tapa bilərik. Üstə gəlsin 5. Deməli, 6-dan 5,8 çıxanda qalır 0,2. Kvadratı bizə verir 0,4-ü. Üstə gəlinsin 5. Bu da bizə verəcək 5,4-ü. İkinci sualda cavabımız olacaq. Ən kiçik həddin nömrəsi 6-dır. Həddin özü isə 5,4-dür. Yəni, A və Y variantları. A və Y variantları. Təbii ki, 3-ə də B bəndi uyğun gələcək. Gəlin 3-ü də yazaq. AN bərabərdir. N üstə gəl 5-in kvadratı üstə gəlsin 5. Bayaqki misallardan fərqli olaraq, buradakı 5 tam ədəddir. Bunun üçün N-in yerinə, əgər ən kiçik həddi istəyirsə elə ən kiçik nömrəni qoymalısınız. Yəni, N-in yerinə 1 qoymalısınız. Onda A1. 1 üstə gəl 5-in kvadratı üstə gəlsin 5 olacaq. 1 üstünə 5 gəldim 6, kvadratı 36, üstünə 5 gələndə tapırıq 41. Yəni, ən kiçik həddi olacaq 41, 3-ə də uyğun gəldi B. Beləliklə, 27-də 1CD, 2AY, 3B. Siyasət tapşırığına baxaq. Silindr formasında olan abidənin səthini işıqlandırmaq üçün abidənin divarından 3 metr məsafədə 10 pi metr uzunluqlu çevrə boyunca projektorlar quraşdırılmışdır. Şənbə günü abidəni ziyarət etmək üçün gələn turistlərin sayı cədvəldə verilmişdir. İlk öncə belə bir şey müəyyənləşdirək.
Əgər bu deməli projektorların quraşdırıldığı çevrənin uzunluğu 10 pi-dirsə, 2 pi r bərabərdir 10 pi yazıb r-i müəyyənləşdirək. R bərabər oldu 5-ə. R-imiz 5-ə bərabərdirsə, onda çevrənin mərkəzindən projektora qədər məsafə oldu 5. Yəni buna böyük yer yazaq. Bu daxildəki isə kiçik yer yazarıq. Və divarla projektor arasındakı məsafə 3-dür deyə silindrin özünün radiusu olacaq 2. Mən nə elədim? 5-dən 3-ü çıxdım. Kiçik yeri tapdım 2. Və bu silindrin hündürlüyünü də şəklin özündə 6 metr veribdir. Tamam. İndi oxuyaq suallarımızı. 28-də deyir ki, abidənin divarı ilə projektorların quraşdırıldığı çevrə arasındakı ərazinin sahəsini tapın. Yəni bizdən nə istəyir uşaqlar? Burada yaranan konsentrik çevrələr formasındadır. Burada yaranan bu halqanın sahəsini istəyir. Bunun üçün mən S bərabərdir pi böyük yerin kvadratı çıxılsın, pi kiçik yerin kvadratı düsturundan istifadə edəcəm. Yəni böyük dairənin sahəsindən silindrin o kiçik dairəsinin sahəsini çıxmaqla işlədiyim hissənin sahəsini tapa bilərəm. Onda yazıram pi vurulsun, böyük yeri 5 tapmışdıq kvadratı, çıxılsın, kiçik yeri 2 tapmışdıq, pi vurulsun 2-nin kvadratı. Nəticədə 25 pi çıxılsın 4 pi aldıq. Cavabımız oldu 21 pi. 28-ci sualda cavab oldu 21 pi. Bunu tapdıq. İndi 29-a baxırıq. Deyir, abidənin hündürlüyü 6 metr olarsa, onun yan səthinin sahəsini tapın. Deməli, abidənin silindr olduğunu bilirik. Və silindrin yan səthinin sahəsini tapmaq üçün həm oturacağın radiusunu, həm də hündürlüyünü bilməliyik. Bu zaman S yan bərabər olacaq. Düsturumuz belə idi. 2 pi r, yəni kiçik yerlə yazıram. Yəni oturacaq çevrəsinin uzunluğu vurulsun hündürlük. 2 pi r vurulsun h. Yerinə qoymuş olsaq 2 pi, r-in yerinə 2, h-ın yerinə də 6 qoyuruq. Cavabımız olacaq 24 pi. 29-cu sualda cavab oldu 24 pi. 30-cu suala baxırıq. Abidəni gün ərzində ziyarət edən turistlərdən təsadüfi seçilmiş birinə bu abidənin kiçik simvolu verilməlidir. Bu simvolu alan turistin Azərbaycan və ya Türkiyə vətəndaşı olması ehtimalını tapın. Deməli, gəlin ilk öncə müəyyənləşdirək ki, gün ərzində bu abidəni neçə nəfər ziyarət edib. Bunun üçün mən 51, 45, 30 və 24-ü toplayıram. Cavabımız olacaq 150. İndi bu 150 nəfərin içərisindən bir nəfər seçilir. Həmin seçilənin Azərbaycanlı olması ehtimalı PA bərabərdir. 150-də 51-dir. Türkiyə vətəndaşı olması ehtimalı, buna da gəlin PT deyək. Bu da 150-də 45-dir. Məsələnin şərtində də və ya sözü var deyə aldığımız bu ehtimalları toplamalıyıq. Yəni 51 bölü 150 üstə gəlinsin 45 bölünsün 150. Cavabımız olacaq 150-də 96. Bunların da hər ikisini deməli biz 6-ya ixtisar eləsək, yuxarıda 16, aşağıda da 25 qalar. Cavabımız oldu 25-də 16 və ya 0,64.